Fatihə surəsində olan bu kəlmənin tələffüzündə də bəzən səhv etmə ehtimalları olur. Ən'amtə olmalıdır. Nun hərfinə olmayan hərəkələr verilir səhvən. Səhv oxunuş ənəəmtə və yaxud əniəmtə və yaxud ənəmtə. Daha bir səhv etmə ehtimalı burada ayn hərfidir. Boğazın orta hissəsi azacıq sıxılmalıdır. Səhvən burada sanki həmzə varmış kimi oxunulur. Ənəəmtə və yaxud ənəmtə. Bəs bu səhvlər haradan qaynaqlanır? Bildiyimiz kimi nun və mim hərfləriğünnə hərflərindəndir. Dərslərimizdə geniş izah verməyə çalışmışıq. Bu iki hərfin məxrəc və xüsusiyyətləri digər hərflərdən fərqlənir. Buna görə də biz bir asan yol necə seçim edə bilərik ki, burada səhv etməyək? Nun və mim hərfləri sakin olan zaman bu iki hərflərin üzərində azacıq da olsa səsimizi saxlamalıyıq, axıtmalıyıq. Ən'amtə, ənəmtə deyil.